Almaniyada olarkən böyük qızımla Berlin ətrafındakı heyvan sığınacağına getdik. İçəri girib baxmaq istədik. Ayaqqabılarımızı dezinfeksiya etdik, qəbul otağına girdik. Orada bizə dedilər ki, bunun üçün əvvəlcədən müraciət edib xüsusi icazə almalısınız. Bu isə heyvan hüquqları uğrunda gedən mübarizəni əks etdirən hekayələrdir. Hər şey bir insanla, bir hekayə ilə başlayır. Bu, heyvan sığınacağının sxemidir. Burada yalnız itlər yox, pişiklər, meymunlar, yəni hər cür sahibsiz heyvanlar sığınacaq tapır. Oradan yol aldıq yaxındakı heyvan qəbristanlığına. Qəbristanlığı gəzdikdən, gördükdən sonra təəccüblənməmək qeyri-mümkündür. Hətta insanın beynində belə bir düşüncə, fikir yaranır ki, Azərbaycanda insan kimi doğulmaqdansa Almaniyada it kimi doğulmaq daha gözəl olardı. Bu isə bulaqdır ki, hansı ki buradakı bitkiləri sulamaq üçündür. Hətta buranı gəzəndə bir neçə insan gördüm ki, ziyarətə gəliblər, yəni öz heyvanlarını ziyarət etməyə gəliblər. Heyvanların dəfn olunma tərzi, onlara yanaşılma tərzi göstərir ki, bu ölkədə yalnız insanlara yox, heyvanlara da ilgi, qayğı, sevgi var. Və belə bir ölkəni necə tərifləməyəsən? Nədən Almaniyanın cəzb edici olduğunu bir daha bu misalla görə bilərsiniz. Əlbəttə, Almaniyada bu yola çox asan yolla gəlib çatmayıb. Bugünə çox qanlı qadalı, əzablı yollar keçib, amma onlar anlayıblar ki, əsas olan dəyərlərdir. Yəni, dəyərlər olmasa, nə heyvanı, nə insanı ölkədə xoşbəxt ola bilməz. Bu isə təzə qəbirlərdir və ətrafda o qədər boş torpaqlar var ki, heyvanlar üçün saxlanılmış. Bizə isə insanlar görürsən ki, qəbristanlıqda yer almaq üçün pul ödəməli olurlar. Burada hətta zibil qabları belə var. Bizdə küçələrdə zibil qabı tapa bilmirsən. Bu isə heyvanların stadionudur. Umarım bundan sonra Avropa dəyərləri deyəndə, Avropa sistemi deyəndə anlayarsınız ki, bunlar nə deməkdir.